Əleyhissalam fəda olduğumun kəlamlarından deyim ki, ürəyimiz nuraniləşsin. Deyir, kişinin qiyməti himməti qədərdir. Himmət nədir? Yəni, hara çatmaq istəyirsən, nə olmaq istəyirsən, hara getmək istəyirsən, qiymətin o qədərdir. Gün ərzində neçə dəfə məqsədi yadıva salıb eşq eləyə bilirsən, keyf eləyə bilirsən. Elə hədəf seç ki, 24 saat fasiləsiz ləzzət alasan, ondan sən insansan. Sənin bir saniyon ləzzətsiz keçdisə, sən Allaha cavab verəcəksən. Sən insansan. Elə hədəf seç ki, 24 saatın keyf içində keçsin, ləzzət içində keçsin. Buyurur ki, cavan mərd deyil, mərd deyil, kişi deyil o kəs ki, kişi deyil o kəs ki, özünə layiq hədəf seçmir. Kişisən, insansan, hünərin var, meydana girdinən ki, mən özümə layiq zirvəyə can atıram. Sözlərə bax. Deyir, kimin ki, məqsədləri cılızdır, o ilə danışma heç. Xəstələndirəcək səni. Yadınızda da Ramazan ayında demişdim, öp denən salam, necəsən? Salam sağ ol, mənə yaxın gəlmə. Xoş, 5-15 danışsın, başlayacaq cılız məqsədlərini böyütməyə, səni də öz təsirinə salacaq. Deyir ki, alçaq adamın, şəxsiyyəti aşağı olan adamın uca hədəfi ola bilməz. Şəxsiyyət ucalığı məqsədlə ölçülür, hədəflə ölçülür.